Salam dostlar hamıya. Salam. Salam. Nədə tərsiz? Nədəsiz? Nə var, nə yox? Nə var, nə yox? Hamı adı ki, uşaqlar üstündə danışmırlar. İndi sizə göstərmək istəyirəm ki, danışırlar. Prosto Rusiyada yaşadığımıza görə dostları, bağçada, məktəbdə, Aminə, görsən, Aminə eləyə gəlir. Sən qalmışdın, ay qız, nə tez o yetirdin. O şimdi çöldə bayada hamı Rus olduğuna görə məcbur Rus dilində danışıyorsa yoxdur da. Ruslar Azərbaycan dilinə təhvil edək biz. Onlar bizə öyrədənmədilər 8 ildir. Zorla çabalayırıq. Deməli, bunlar gene evdədirlər ha dostlar. Ay. Nə ay? Niyə getmirsiniz Sadiqə? Я хочу идти. Я тоже хочу, чтобы ушли. Заболели. Da. Sağalmısınız da? Mamiyə qulaq asmısınız? Şapkası qəşəng örtün deyəndə örtmüsünüz, qabağınızı bağlayın deyəndə bağlamısınız, sonra da xəstələnirsiniz. Hə? Niyə ha da deyil? Ha, iyi də. Prikol. O şimdi nə bunlar bu həftə mənə başıma qatdılar. İnşallah o təzə videoda dedim ki, gələn həftə güya göndərəsiyəm alınmadı. İnşallah gör gələn həftəyə nə olur, nə göstərir. Havalar da biraz soyuqdur. Gələn həftəyə minus 20-23 dərəcə hava göstərir. Bilməm heç nə qarasıyam. Görək nə qara bilirik. Ayda hələ ki biraz çox xəstədir. 2-3 gündür qızdırma içərisindədir. Bugün biraz babatdaşıtdı. Yəni qıyalaqları falan qızarmışdı. Kakoy multik, bu da öyrəndi multik deməyi. Baba pultu da çıxır götürür o da pufik o tərəf eləyir televizyon qabağına qalxır o da pultu götürür gəlir ki multik. Multik хочешь смотреть? Da bəstənə gəlib açacağız multik. Уже включил. Açdı həyasız qız sən nə həyasız şey oldun mənə başıma. Asamıdan həyasız sensin. Valla mən deyirdim əskər həyasızdır əskərin betəri gəldi düşdü qabağıma valla. Əskərin qız versiyası biraz da həyasızdır. Neyse ben bunları biraz başını karıştırıp size vlog paylaşmak fikrim var. Çö, neymiş mi? Ayallah. Ayallah diyorlar. Just ayallahı da bilir. Bir de zor kütübeyi. Yok. Dişleri bir qıraqdan çıxacaq o gün dəstçə başımıza oynatdı. Ya bir dişi baxıb görüyor ağzına boyu da şişitdi. İrinləmişdi dişi bir də ceyib çıxartdırmışıq. Ayallah. Spasibo. Aha gəldilər hamısı. Bu özdə bilirsiniz nədir? Məndən nəsə istəyəsidilər o şeydir. Sən də ayarlayırsan, bu da ayarlayır. Spasibo. Deyək vlog paylaşaq da bəs baltat elədi. Getdik vlog paylaşmağa. Gördüyünüz kimi aləmi töymüşəm, dağıtmışam. Doğ qızana döndərmişəm yenə hər yerə. Çünki nə qaram yenə bir şeylər peşindiyim dostlar. Amma bu səfər alındı. Deməli nədir? Məndə belə şamlar var. Ağ və qırmızı da adətən ağ və qırmızı alıram. Belə. Və düşündüm ki, qabaqdan sevgililər günü gəlir. Mən ürəkli şamlar yandırmalıyım. Son baxdım ki, qiymətdə bahadır. Və belə qərara gəldim ki, bəlkə ürəkli şamları özüm hazırlayayım. Bayaq sonra da 70'dən yandırdım, söndürdüm, bir iki tanesini belə ağlar günə qoydum sözünün mənasını. Axır ki, tapdım nə təlimat lazımdır. İndi sizə göstərmək istəyirəm. Bəlkə siz də mənim üçün pul vermək istəmirsinizsə, bu şəkildə hazırlaya bilərsiniz. Deməli, hər hansı bir şamı götürürük. Ağ istəyirsinizsə ağ, qırmızı istəyirsinizsə qırmızı. Mən bunun üstünü bəzəmək istəyirəm. Ağla bəzəyəsiyəm. Ona görə ağ şam qoymuşam bura. Bunu yandırıram. Biraz əriyir. Gözləyirəm. Bir də burada əsas fişka nədir? Burasını biraz aşağı doğru eləmişəm. İndi biraz da ərisin. İstəyirəm ki, buradan axsın abışam. Göstərəcəm sizə. Əridikcə bura doğru gəlib. Buradan axmağa başlayır yavaş-yavaş. Mən də buradan götürüb rahat işləyəsiyəm təbii ki. Və belə fırçalar lazımdır. Belə çox nazik, ucluqlu. Baxın. Bunda bir iki dənə var. Quruyandan sonra salfetki ilə silib, təzdən işlədirik və yaxud şamın altında biraz belə əridirik. Sonra yenidən salfetkiyə silib işlədirik. İndi nə armaq lazımdır? Deməli, fırçam hal-hazırda
qrubu şəkildədir. Və təcəllüm bölümünü də göstərsəm onu düşünürəm hal-hazırda. Buradan belə biraz götürürəm şamla. Yəni ora yaxınlaşdırmıram ki, yanmasın və şamın üstünə bu şəkildə belə çəkirəm. Telefon qoymağı yer tapım sonra. Salfetka ilə belə siləm. Bir öncəkini daha rahat bir şəkildə çəkə bilim deyə. Və göstərdiyim qaydada şamdan götürürəm. Üstündən yəni dəfələrlə keçə bilərsiniz. Fərqi yoxdur. Birinci dəfə alınsa təbii ki daha yaxşı olar. Amma tez qoruyur gördüyünüz kimi şam. Ona görə gərək tez-tez işləmək lazımdır. Və ona deyim ki adi rənglərlə də rəngləmək olar təbii ki. Mən prosto istədim ki şam olsun da qoya əriyəndə şam əriyib tökülsün də. Bilməm rənglər ərirsə dəri olar. Gözə xoş dəyərmi, dəyməzmi? Əyri ürək. İndi səliqəli növbətini çəkməyə çalışasıyam. Fırça əslində ucu nazik olan belə fırçalar olur. Onlardan olsa məncə daha rahat olardı. Məndə yoxdur prostuna görə bu moduna qalmışım dostlar. Bir də bəzi videolara baxdım. Həmin videolarda salfetka da yapışdıranlar var. Salfetka yapışdırırlar, sonra fenlə qurudurlar. Və şamın üstünə yapışır. Amma nəsə o mənə ağlıma batmadı. O yandıranda da tağlası salfetka alışdı, yandı. Nə olacaqdı? Pünhan dilindən qurtarmaram vallah. Ona görə məncə yaxşı variant elə budur. Əlimiz öyrəşinə qədər biraz uğraşdırası da düşlədim iş. Amma əlimiz öyrəşəndən sonra daha rahat, daha tez bir şəkildə eləmək olar. Bir də sizə nəyə göstərmək istəyirəm? Məndə burada belə tortdan ötürü karandaşlar var rəhli-rəhli. Qırmızı qutar da heyfçi. Prosto indi tulluyasım, tullamadan sizə göstərim. Sonra digər rənglər var. Amma digər rənglər hal-hazırda mənim işimə yaramır. Çünki ya ağ olsaydı yaxşı olardı, ya da qırmızı. Ağım var əslində. Ağ başqa bir karandaş var, onunla indi sınıyasım. Yəni qırmızı belə karandaşlarımız varsa, onu da rahat bir şəkildə yəni çəkmək daha rahat olar. Nəinki şotki ilə. Rəngləmək prosto. Bir də getdim dedim karandaşı da sınayım. Çox qəşəng və çox rahat olur. Şamdan daha rahatdır deyərdim. Daha qəşəng çəkmək olar təbii ki. Və çəkə bildiyim ürək. Belə deyən. Siz daha səliqəli çəkə bilirsiniz. Bu daha rahatdır. Bununla davam edəsiyəm ona görə də. Və dostlar sonuç bu şəkildədir. Çox qəşəng oldu. Bunu çox bəyəndim yəni. Hər şey artıq xoşki ilə görmək daha rahatdır. Nəinki digəri. Çox şirin görsəm də sizcə də. Dediyim kimi ürəkləri daha səliqəli formada çəkə bilərsiniz təbii ki. Mən də belə alındım. Babatdır yəni ürəyə oxşayır məncə. Biraz yaxından da deyə biləcəksə, uzaqdan daha çox oxşayır, nəinki yaxından. Sizə də bir fikir olsun deyə paylaşmaq istedim. Yəni belə şeyləri, belə fərqlilikləri eləmək istəyən varsa, bayram qabağı çox da pul xərcləməmək istəyən varsa, bu şəkildə hazırlaya bilərsiniz siz də. Dostlar, şamın axırına yaxın fişkanı tapmışam, nötəri eləmək lazım imiş. Akazoviçka. Dedim qoy sizinlə də bölüşüm. Deməli burada əsas məsələ mən istəyirəm ki, belə çox gürzə dəysin. O görə təkrar üstündən geyirəm, amma səntimə üstündən getmək lazım deyilmiş. Çünki belə çopur qalır, qəşəng qalmır. Ona görə də nə varıq? Deməli aldıq fırçaya. Bir dənə belə eləyirsiniz. Bir dənə də belə. Все. Qoyursuz quruyur. Dediyim kimi gözə çox çarpmır. Məsələn bu yuxarıdakılar ilə eləmişim. Amma daha səliqəli olur, nəinki bunlar. Biçimdə mən şamımın rəngi çoxmu ağ döyülüb, biləmədim. Burasını da bilmirəm, amma fişkası səndimə belə imiş. Bir dənə ora, bir dənə də bura. Şu. Dəqiqə üstündən geyəndə sırası qəşəng görsənmir, amma mən üstündən geyəsiyəm. Çünki istəyirəm ki,
Görsənən olsun, yəni bilinsin. Ona görə çubuq olsa belə üstündən gedəsi yeməyinə də sizdən ötürü dedim. Mən eləyəsiyəm deyə demədim. Sizə yaxşılıq elədim. Güya özüm elə bildiyim yoldan davam olma. Dostlar, mən şamlarımı yerləşdirdim. Bir dənə də ağdan elədim. Belə adi qaydada sizə göstərdiyim formada. Bu buruq-buruqdur deyə ürəklər daha əyri üralındı. Güya o bizlə düz idi. Neyse, buruq-buruqların üstünə eləməsəniz məsləhətdir. Yəni ən yaxşısı belə düz şamlar götürün, onların üstünə eləyin. Bunları əslində mən nə almaq fikrim var artıq. Qoy oturma ilə danışım. Həvəsə gəldim. Deməli, Novruz bayramı qabağı bu axşamlardan götürəsiyəm və üstünü rəhli-rəhli eləyəsiyəm. Qırmızı, yaşıl, sarı, göy. Belə bir şey eləmək fikrim var. Biraz fərqli olsun məncə. Çox qəşəng alındı. Siz də eləyin. Həvəsiniz varsa, istəyiniz varsa. Nağılda deyildiyi kimi kim yatmış kim oyaq, xam yatmış cidden oyaq. Yenə mən oyağam. Axşamdır. Düzdür, yəqin ki bu videonu siz səhər saatlarında, günorta saatlarında izləyəsiniz. Amma mən axşam çəkirəm uşaqları yatdırandan sonra. Çünki ötən səfər belə sakitlikdə vlog paylaşmağın dadını özümdə aldım. Ona görə düşündüm ki, yenə qoy uşaqlar yatsın, mən geyim. Video çəkim sizdən ötürü. Bu ötən səfər keçən vlogumda bunu sizlə paylaşmışdım, görmüşdünüz. Və bir neçə gündə heç yəni şkaflara falan qoymuram ki, sırf gözüm görsün gözəlliyi, gözümün qavanının üstündə öyle boş-boş saxlayıram. O qədər xoşum gəldi, təsəvvürünüzü götürün. Burada saxlayıram və bugün düşündüm ki, mən bundan öncə izlədiyiniz videoda sevgililər gününə özəl bir video ilə giriş eləmişəm. Düşündüm ki, ardını da qoy elə gətirim və ağlıma bir ideya gəldi. Sevgililər günündən ötürü dedim, qoy bir şinyat hazırlayım və bu şinyatı hazırlayıb buna qoyum təbii ki. Ümid eləyəm yerləşər üzərinə bişirəcəyim şey və qeyd edeyim ki, bu resepti əslində mən sizlə hansısa bir ilmi, bəlkə də 2 il, bir il yox 2 il öncə paylaşmışam. Amma həmin videonu daha təkmilləşdirilmiş formada, daha qəşəng bir formada sizə təqdim etmək istəyirəm. İndidən podkaska vermək istəmirəm, amma çox möhtəşəm bir şey hazırlamaq istəyirəm. Həm az ərzaqla, həm çox dadlı, həm çox gözəl görünüşlü, həm də sevgililər gününə özəl rəngarəng. Gəlin bir də hazırlayaq. Videonun ortalarında anlayasınız nə hazırladığımı. Bu səfər demirəm. İlk iş olaraq təbii ki, açığımı taxıram, saçlarımı yığıram. Əllərimi yuyuram və qalqacaqlarımı götürürəm, girişirəm, işə getdik. İlk öncə qabıma yumurtaları sındırıram. Üzərinə şəkər tozunu az-az əlavə eləyərək çırpmağa başlayıram. Gördüyünüz kimi yumurtalar ağardı və artdı. İndi bura su əlavə eləyirəm və yenidən mikserdən çırpıram. Mikserini dayandırıram. Mikserlik artıq işim bitdi. Əgər biskviti bu anda qırmızı rəngdə eləmək istəyirsinizsə, içərisinə elə indicə qırmızı rəng tökün və mikserlə qarışdırın. Yox, siz də mən kimi ağ eləmək istəyirsinizsə, onda bu şəkildə saxlayın. Mikserimi götürürəm və yumurtanın üzərinə un əlavə eləyirəm. Biraz qabartma tozu tökürəm. Altdan yuxarı olacaq şəkildə yumurtalar ölməsin deyə ehmalca qarışdırıram. Digər unu da eyni bu şəkildə birinci hissə qarışımdan sonra əlavə edirəm və yenidən qarışdırıram. Və hazırdır. İndi bu qarışımdan birazcıq qabıma götürürəm. Bu qədər kifayətdir. Digər hissəyə qırmızı rəng əlavə edirəm. Qarışdırıram. Və hazırda bişirə bilərəm. Sobamı 200 dərəcəyə qızmağa qoyuram. Soba sinimi götürmüşəm. Biraz sulayıram ki, yağışımız rahat bir şəkildə yapışsın. Və yağış kağıdını bura sarıram. Gördüyünüz kimi rahat bir şəkildə dayandı. Bu hazırladığım ikinci qarışımı bura əlavə edirəm. Qarışıq ilə ucundan biraz kəsirəm, ürəkləri çəkirəm.
Bu şəkildə belə M halının çəkizəsində oxşayır. Heç bir rəssamlığa girişməsəniz də olar. Yəni mütəəssifə girişdiyim kimi. Yəni elə daha pis alınır. Nəinki belə görüyoruz kimi daha səliqəli formada görürsünüz belə. Bu işləmi biraz tez-tez eləmək lazımdır ki, digərləri formalarını itirməsinlər. Bu şəkildə hazırlayıb fərqli formalardan da istifadə eləmək olar. Yəni sırf ürək eləməyib, başqa formalarda çəkə bilərsiniz. Çiçək, böcək. Artıq biraz qafilsin, rəssamlıq bacarığınıza və ideyanıza, həmçinin deyim kimi rəngləri daha fərqli formada hazırlamaq olar. Fərqli rənglərdə eləmək olar və yaxud bu hissəsini ağ, digər hissəsini qırmızı eləmək olar. Artıq ürəyiniz hansını istəyirsə, hansını bəyənirsinizsə. Və bitdi. Və indi bunu qoyuram sobaya. Hardasa bir 30-40 saniyə qədər bişirirəm. Çox tutmağa ehtiyac yoxdur. Sadəcə biraz da içsin, şivayla. Soba 200 dərəcədə qızdığına görə biraz çox istehsaldır. Ona görə tez qızır. Ehtiyatlı olun və belə parmağınızla yoxlaya bilərsiniz ki, biraz özünü tutdu, yoxsa yox. Özünü tutsa, deməli işləmə davam edə olar. Qalan qarışımı bura ehmalca yavaş-yavaş əlavə edirəm bu şəkildə. Hamısını bir yerə tökməməyə çalışıram. Yavaş-yavaş hər hissəsini bu şəkildə əlavə edirəm. Və ehmalca üzəri daha düzgün qalsın deyə düzəldirəm. Hər tərəfi də eyni olsun. Və hazırdır. İndi göndərirəm 8-10 dəqiqə sobada yenidən bişsin. Belə bir başqa bir yağlı çağı sərəm və taxta lazım olmalıdır təbii ki. Daha rahat çevirmək üçün. Ehmalca yağlı çağımızdan çıxardıram. Gördüğünüz kimi bir baş hissəsində biraz ləngidir. Sonra rahat bir şəkildə çıxar. Və axır hissəsində ehmalca olun ki, qırılmasın. Və indi bunun digər üzünü çevirmək lazımdır bizə. Bu şəkildə. Beləncə yavaş-yavaş düşürəm. Qırmadan. Bu işləmdə yavaş vermək lazımdır ki, qırılmasın və tez eləmək lazımdır ki, tam soy olmasın ki, qırılma işləmi olmasın. Yəni bu şəkildə hələlik kənarda gözlədirəm. İndi kremi hazırlayıram. Krem hazır olana qədər bir kənarda qalasıdır, soyuyasıdır, həm də özünü tutasıdır. Qeyd edeyim ki, mikser qabıma və nasatqama soyuducuya qoymuşdum. Yəni soyuq haldadılar. Qaymaq bura əlavə edirəm 33%lik və yaxud daha artıq 35%lik. Üzərinə şəkər pudrası dökürəm və əvvəlcə mikserin aşağı sürətində çırpmağa başlayıram. Daha sonra mikserin sürətini yavaş-yavaş artıraraq son sürətə qədər çırpmağa davam edirəm. Qatı krem əldə edilənə qədər. Kremin daha rəngli almasın deyə bir damcı rəng əlavə edirəm. Və hazırdır. Ruletdə soydum. Ehmalca açıram eyni şəkildə. Kremi bura əlavə edirəm. Kremi rəngləməyə də bilərsiniz təbii ki. Mən sadəcə biraz fərqli rəng görsənsin deyə, gözə xoş dəysin deyə elədim. Əgər biskviti qırmızı eləyəsə olsanız, ümumiyyətlə lazım deyil. Hər tərəfinə kremi yaxşıca yayıram. İçərisinə hər hansı bir meyvədən də lazım edə bilərsiniz. Xüsusilə çiyələk çox qəşəng gedər və yaxud moruq. Əgər sizdə varsa mütləq əlavə eləyin. Məndə çox təəssüf ki, yoxdur. Axşam gördüyünüz kimi bitdən ağlıma gəldi hazırlamaq. Növbəti səfər hazırlasam mütləq ki, əlavə edəsiyəm. Və yenidən ehmalca bükürəm. Bu səfər kağızsız. Yavaş-yavaş. Əgər çətinliyiniz olsa bu şəkildə qaldırıb
düşmək də mümkündür. Tepsiyə gətirirəm və indi qabımı yerləşdirirəm. Amma qabımdan ötürü böyükdür, gördüyünüz kimi. Ona görə kəsməli olasıyım qıraqları. Çox təəssüf. Belə çörək kəsən bıçaq var, ondan kəsəsiyim. Belə kəsin ki, ürəklər kəsilməsin. Amma heç olmasa bu kənar hissələri, qaralığı da bilinməzəsində kəsməyin var. Xeyir olursunuz nəsil mənasında. Və indi ehmalca bunu götürüb buraya yerləşdirmək lazımdır təbii ki. Və gördüyünüz kimi çox qəşəng görsənir. Hətta içərisinin belə biskvitin alt hissəsində qalan hissələri, yəni ürəklər xüsusi bir bəzək kimi görsənir kənar hissədən. Çox möhtəşəmdir. İndi ciyaq dadına da baxaq. Möhtəşəm görsənir. Yumuşaqdır pamuk kimi. Möhtəşəmdir. Ağızda əriyir sözümüzün mənasında. Mütləq hazırlanmalısınız. Çox dadlıdır həqiqətən. Və təbii ki, burada mənim ürəkli çaşqam da iş başına keçir. Tam yerinə düşdü yəni. Süperdir. Ciyaq Pülhan bayaq sözü gözləyir. Bu da inanın ki, çəkib qutarmağımı ki yesin. Getdi yeməyə. Sonra diyor ki, ay yağ qabı aldıq. Yağı çox yiyir, o keçəlik pus-pus eləyəndə arıqlayasın. Hoş olsun. Nətədir? Kapat yaşa. Bəyəndi. Sən nə üçün hazırlamışam? Sağ ol. Ürəkli kek. Sağ ol. Kapat. Of ya kapat. Utansan. Utanma iyi. Nasıl olsun işlerdi?